Devlet İmtahan Merkezi 2025. yıl coğrafyadan test sorusu birinci hissede Azerbaycan daxili suları mövzusunda 201 testi. Burada ilk 50 testin təhlilini vereceğim. Lənkəran Ovanda torpaqların suvarılmasında istifadə olunan çaylar. Borqar çayı buradadır, Köndələn çay Füzuli rayonundadır, Həkərdədir, burada deyil. Biləş çay, Astara çay, Kür çayı Lənkəran Ovanda deyil, cavab səhvdir. Seymənd Astara çay, Şəmkir çay, Bəlbələ çay. Şəmkir çay, Bəlbələ çay burada değil. Pirsaat burada değil. Xaçın çay da burada değil. Arpa çay da Naxçıvanda değil. Yebəndi, Lənkəran çay, Astara çay, Biləş çay. Bu çaylar Lənkəran Ovalı'da torpağın sulanması istifadə edilir. Cavab Yebəndi. Azərbaycan Respublikasının tranzit çayları. Tranzit çay deyəndə Azərbaycan Respublikasının xarici ölkələrdən gələn çaylar nəzərdə tutulur. Kür, Türkiye, Gürcistan, Azerbaycan, Kanık çayı, Gürcistan, Azerbaycan, Göyçay, Azerbaycan daxilində formalaşır. Tərtər çayı da həmçinin. Göyçay, Tərtər çayı görə cavab səhvdir. Bebəndə Araz çayı, Türkiye, Ermənistan, İran, Azerbaycan xaricdən gəlir. Arpa çay Ermənistandan gəlir. Qusar çayı Azərbaycan daxilində formalaşır. Girman çayı da həmçinin. Burada bir də səhvdir. Bebəndə Arpa çay Ermənistan, Samur çayı, Rusiya, Kanık çayı, Gürcistan, Araz çayı, Türkiye, Ermənistan, İran, Azərbaycan xaricdən tranzit çaylardır. Bunlar Deybənd düzgündür. Deybəndində Naxçıvan çayı, Pirsaat çayı Azərbaycan daxilində formalaşır. Yebəndində Gəncə çay, Ağsu çayı, Tərtər çayı Azərbaycan daxilində formalaşır. Deybənd düzgündür. Araz çayının keçdiyi ölkələr İran, İraq, İraqdan keçmir. Azərbaycan, Ermənistan düzüydü. İran, Azərbaycan, Gürcistandan keçmir. Gürcistan, İraq B'də səhvdir. Türkiye, Ermənistan, İran, Azərbaycan. Türkiye'de Bingöl dağ silsiləsindən başlayır. Ermənistandan keçir, İrandan keçir. Azərbaycana gəlir. Seybəndi düzgün cavabdır. Deybəndə Gürcistandan keçmir, Rusiyadan keçmir. Yebəndində Gürcistandan keçmir, qalanlar düzgün idi. Cavab C. Azərbaycan axarlı gölləri Batabat, Göygöl, Maralgöl. Bunlar hamısı dağ göllərdir. Üçü də axarlı göllərdir. Beybəndə Acınovur səhvdir, Hacıqabul səhvdir. Sebəndə Masazır səhvdir. Deməndində Candar göl, Ağzıbirçala səhvdir. Böyükşorda səhvdir. Yebəndə Binəqədi səhvdir. Candar göldə səhvdir. Düzgün cavab Batabat, Göygöl, Maralgöl cavab. Ermənistan Respublikamızdan kənarda formalaşan çaylar, yəni tranzit çaylar, xaricin yerlər, Kanık, Gürcistan, Arpa çay, Ermənistan, Naxçıvan çay, Naxçıvan, Girman çay, Azərbaycan daxili çayıdır. Arpa çay, Ermənistan, Oxus çay, Ermənistan, Kanık çay, Gürcistan, Samur çay, Rusiya. Bebənd düzgün cavabdır. Sebəndə Kürək çay daxili çayıdır. Bəlküşat çay daxili çayıdır. Əyri çay daxili çayıdır. Biləş çay da yeni daxili çayıdır. Xaricdən gəlmir. Şiş çay Debəndə daxili çaydır. Ox çay Ermənistan, Ağstapa Ermənistan, Tərtər daxili çaydır. Yebəndə Qarqar daxilidir. Qabırlı Gürcistan, Samur Rusiya, Xaçın çay yenə daxili çaydır. Bebəndə Arpa çay, Ox çay, Samur, Kanık çayları düzgün cavabdır. Cavab B. Başqabqat və Murov dağlarından axan çaylar üçün ümumi olmayan cəhət Abəndə daimi buzlaqların sularıyla qidalanırlar. Başqabqazda daimi buzlaqların sularıyla qidalanan çaylar var. Bazar düzündən, Tufan dağdan, Bazargürtdən, Şahdağdan zirvəsindən qidalanan çaylar var. O görə amma Murov dağda maksimum 3724 metrdir. Burada daimi buzlaq olmadığı, daimi buzlaq sularıyla qidalanan çay da yoxdur. O görə bunların ümumi olmayan cəhəti daimi buzlaqların sularıyla qidalanmalardır. Abəndə düzgün cavabdır. Mənbələr dağlıq ərazilərdədir. Başqabqaz Murov dağlarından axan çayların mənbələri dağlıq ərazilərdir. Ümumi cəhətdir. Suvarmada istifadə olunur. Ümumi cəhətdir. Axım sürətləri böyükdür. Ümumi cəhətdir. Daxili Hava Zövcəhətdir. Azərbaycan bütün çaylar daxili Hava Zövcəhətdir. Bu ümumi cəhətləri düzgün cavab Abəndir. Naxçıvan arasında Araz çayının qolları, Arpa çay Naxçıvanda Arazın qoludur. Ordubat çay da həmçinin Naxçıvanda Arazın qoludur. Abənd düzgündür. Beybəndə Ox çay, Bəsis çay bu Şərqi Zəngəzurdadır.
ince çay, könderen çay. Yine bu Qarabağdadır. Bu cavabda səhvdir. Sevəndə könderen çay. Pirurlarında Qarabağda giran çay düzgüydü. Kaçın çay deyəndə Qarabağdadır. Bunlar səhvdir. Düzgün cavab bəndi. Azərbaycan uçqun bənd mənşəli gölləri müəyyən edin. Tufan göl uçqun bənd mənşəli deyil. Böyük Şor, həmçinin Göygöl, düzgündür. Sarısı Axmaz göldür. Qaragöl, uçqun bənd mənşəlidir. Acınor, həmçinin Göygöl, Maralgöl, uçqun bənd gölü. Bu deməli 12-ci əsrdə Gəncə Dərzəsi nəticəsində Ağçayının Kəpəz dalı uçaraq Ağçayının qarşısını kəsməsi nəticəsində əmələ gələn uçqun bənd gölləridir. D-bəndi düzgün cavabıdır. Y'də Qaragöl də səhvdir, Candar göl də səhvdir. Cavab D-bəndi. Azərbaycanda sellərin daha güclü və dağıcı müşahidə olunduğu çaylar. Sumqayıt çay, belə bir çay deyil. Pir saat Lənkəran çay, həmçinin Şin çay, Çiş çay, Kürmük çay düzgün cavabdır. Böyük Qapı Cəm yamacında Şəksaq dağla ərazisində Şin çay, Çiş çay, Kürmük çay Azərbaycanın əsas daşlı selli gücü, dağıcı gücə malik olan çaylardır. Cavab B bəndi. Seydə, Samur, Oxçay, Qarqar səhvdir. Zəyəm, Şəmkir, Ağstafa yenə də səhvdir. Borqa çay da səhvdir. Qudyal çay, Girdiman çay səhv cavabdır. Düzgün cavab Şin çay, Çiş çay, Kürmük çay. Cavab B. Axmaz və meandrların əmələ gəlmə ardıcıllığını və onların daha çox yarandığı çay müəyyən edin. Meandr əyri xəttli çay dərəsdir. Meandrda Axmaz yaranır. Qusarça belə bir çay deyir, səhvdir. Meandr, Axmaz, Kürçay, Kürçayında meandrlarda çoxlu axmazlar əmələ gəlir. Hacqabulu, Sarsudur, Ağgöldür, Mehmangöldür. Bunlara misal göstərmiyorlar. B bəndi düzgündür. Sevəndə Axmazdan meandr yaranmaz. Axmaz meandr səhvdir. Meandr, Axmaz, Çiş çayda belə bir şey yoxdur. Dağ çayıdır şəkilə. Düzgün cavab B bəndi. Meandr, Axmaz, Kürçay ətrafında belə çaylar, axmazlar çoxdur. Düzgün cavab B bəndi. Qobustan çaylarının yayda qurmasının səbəbi əslən yeraltılarla qidalanmır, yağış sularıyla qidalanırlar. Düzənlik çaylar ormaları, düzənliyin olmasının elə bir əhəmiyyəti yoxdur. Əslən yağış sularıyla qidalanmaları. Qobustan çayları əslən yağış sularıyla qidalanırlar, yağış yağmayında da quruyurlar. Yayda qurmasının səbəbi də budur. Düzgün cavab C bəndi. Mənbəyini Böyükqan Cəm yamacından götürən Kürün Sorqolları. Göyçay düzgündür. Qudyal çay Böyükqanın şimal yamacındadır. Qanıq cənub yamacındadır. Mazım çay yeni cəm yamacındadır. Qudyal çayla görə cavab səhvdir. Göyçay, Türyan çay, Ağsu çay, Girdiman çay. Əlcan çayı da olsaydı Böyükqan cəm yamacında olan bütün çaylar Şirvan çayları olmuş olardı. B bənd düzgündür. Göyçay, Türyan, Ağsu, Girdiman çay düzgün cavabdır. C bəndə Qusar çay burada deyir. Qudyal çay burada deyil. Tala çay buradadır. Qusarça Qudyal görə səhvdir. D bəndində Bəlbərə çay cavab səhvdir. Y bəndində Bəlbərə çay burada deyil. Düzgün cavab B bəndi Göyçay, Türyan çay, Ağçay, Girdiman çay. Mənbəyini Kiçik Qafqazdan götürən Kür çayının sağ qolları Zəyəm çay, Ağstafa çay düzgündür. Türyan çay, Göyçay sol qollardır. Qabırre yenə də sol qoldur. Buna görə B bəndi səhvdir. Araz çayı, Göyçay. Araz Kiçik Qafqazdan başlamır. Göyçay da Böyük Qafqazdan sol qoldur. Qanıq yenə də bu Kürün sol qoluna gəlir. Şəmkir çay düzgündür. Yeməndi Şəmkir çay düzgündür. Gəncə çay düzgündür. Zəyəm çay düzgündür. Tərtər çay düzgündür. Cavab Yeməndi. Kiçik Qafqazdan başlayan Kür çayının sağ qollardır. Bunlar Yeməndi. Araz çayının sol qolları Arpa çay, Ordubad çay, Giran çay. Bunlar üçü də Araz çayının sol qollardır. Azərbaycanda ümumiyyətlə Arazın sağ qolu yoxdur. Cavab A bəndi. B bəndi Ata çay, Qoşqar çay səhvdir. C bəndində Giran çay, Tərtər çay, Tərtər Kürün qoludur. D bəndində Bilək çay, Lənkəran zonasındadır. Y bəndində Türkan çayda Kürün sol qoludur. Düzgün cavab Arpa çay, Ordubad çay, Giran çay. Xəzər dənizinə birbaşa tökülən çaylar Girdiman çay, Kürə tökülür, Zəyəm çay, Kürə tökülür, Qanıq, Kürə tökülür, Astara çay təkcə Xəzərə tökülən çaydır. Bilək çay,
birbaşa Xəzər, Ağsu çay çürə tökülür, Tərsər çürə tökülür, Qanıq çürə tökülür. Semende Kusar çay, Bileş çay, Göy çay, Türyan çay septi, Göy çay, Türyan çay septi. Debende Samur, Kusar, Belbelelden çay, bunlar hamısı birbaşa Xəzərə tökülən çaylardır. Yemen'de Pirsat, Xəzərə tökülür, Sumqayıt çay, Xəzərə tökülür, Göy çay, Kürə tökülür, Arazda kürə tökülür. Pirsat çay Xəzərə də çatmır, Şor çaydır. Düzüncü abi Debende, Samur, Kusar, Belbelelden çay. Mingəçevir su anbarında tökülən çaylar Əlican Mingəçevir su anbarında tökülür, Qusar çay Xəzərə tökülür, Qabırlı Mingəçevir su anbarında tökülür. Şəmşir çay Mingəçevir su anbarında tökülmür, Kür çay, Qoşqar çay Mingəçevir su anbarında tökülmür, Kürə tökülür, Çiş çayda yerində Əri çayın qolunda. Qabırlı çay Mingəçevir su anbarında tökülür, Arpa çay Naxçıvanda da burada deyil. Yeməndə Kür, Qabırlı, Qanıq çayları Mingəçevir su anbarında tökülür. Düzgün cam yemendi. Azərbaycan palçıqlı sellərinin daha tez-tez baş verdiyi yerlərdə Naxçıvan, Lənkəran, Kiçik Qafqaz, Lənkəranda palçıqlı sel yoxdur. Beməndə, Samur, Dəvəçi, ortada palçıqlı sel yoxdur. Qobustan düzgünlüyü, Böyükqabı, Cəmimacı, Səpti, Ceyrançöl, Şorlar düzü, Seməndə, Yendə Səpti, Kiçik Qafqazın şimal yamacı Səpti, Qobustan, Acınov, Ceyrançöl, Naxçıvanda palçıqlı sellər daha çoxdur müşahidə edilir. Qobustan, Acınov, Ceyrançöl, Naxçıvan cavab Debəndir. Yeməndə Muğan düzündə palçıqlı sel Muğan düzündə çay formalaşmır. Azərbaycanda daşlı və daşlı palçıq sellərin daha tez müşahidə olunduğu ərazi və çaylar. Abşeron, Qobustanda belə daşlı palçıq sellər yoxdur, palçıqlı sellər var. Vagir Abən Səpti, Kiçik Qafqazın şimal yamacında daşlı palçıq sellər yoxdur, cavab Səpti. Seməndə, Böyükqabı, Cəm yamacı düzgündür, daşlı palçıqlı sellər var. Amma Sumqayıt çay Səpti. Deməndə, Böyükqabı, Cəm yamacı, Şin çay, Şiş çay düzgündür, düzgün cavab Deməndə. Daşlı palçıq sellər, Böyükqabı, Cəm yamacında bu çaylara Şin çaydır, Şiş çay düşürmüş çaydır, əvvəl seslərdə düşmüşdür, düzgün cavab Deməndə. Candargöl, Sarısu, Böyükşor göllərinin oxşar cəhətləri delik göllərdir. Səpti, vulkanik göllərdir. Səpti, su varmında istifadə olunurlar. Səpti, Şirinsu göllərdir. Səpti, düzənlik göllərdir. Candargöl də, Sarısu'da, Böyükşor'da düzənlik göllərdir. Düzgün cavab Yemendir. Düzənlikdədirlər bunlar hamısı. Böyük Alagöl və Acınov göllər üçün ümumi cəhət Böyük Alagöldə, Acınov göldə tektonik mənşəlidir. Bunların ümumi cəhəti budur. Tektonik göllər olması. Sarısu, Ağgöl, Hacıqabul göllər üçün ümumi cəhət axarlı göllər. Bunlar axarsız göllərdir. Kürün axmazlardır. Kürün köhnə meandırlarında yaranırlar. Kürün axmazlardır bunlar. Ağgöldə bunlara aid elmi olar. Qusarçay və Qudyalçay ilin isti dövründə gürcü olmasının səbəbi ilin isti dövründə ərazidə əgər buzlaq varsa buzlaq əriyəcək, çayda bozulacaq. Yağış sularla qidalanmaları, yağış burada yayda yağmır, az yağır, buzlaq sularla qidalanmaz, buzlaqlar yayda əriyir, o görə bu çaylarda yüksək dalda buzlaqın qidalandığına görə ilin isti dövründə bol sulu olurlar. Bebən düzgün cavabdır. Azərbaycanın axımı tənzimlənməyən çayları, yəni üzərində su anbarı olmasın. Şəmşir çay üzərində su anbarı var. Vagöl, Abəndi, Səpti, Arpa çayda da var. Beməndə Qudyal çay, Gəncə çay, Biləş çay, Tərtər çay üzərində su anbarı var. Axımı tənzimlənib, ödə biləndir. Sərkəndə var, su qovşanda var. Vagölə Səpti, Seməndə Kürün axımı tənzimlənib. Deməndə Şin çay, Katex çay, Göy çay, Gilgil çay. Buranın heç birinin axımı tənzimlənməyib. Deməndə düzgündür. Yeməndində Araz çay üzərində bildiğiniz üçün bir neçə su anbarı var. Axım tənzimlənib. Düzgün cavab Deməndə. Azərbaycan axımı tənzimlənən çayları Araz, Ağstapa, Xaçın çay, Sumqayıt çay, Səpti, Beməndə Kür çay, Oxçu çay, Səpti, Şin çay da Səpti, Lənkəran çay da Səpti, Araz, Ağstapa, Tərtər, Arpa çay. Bunların hamısının üzərində su anbarları var. Bunların deməli, axımı tənzimlənən çaylardır. Araz, Ağstapadır, Tərtərdir, Arpa çaydır. Deməndə Zəyəm Səpti, Samur Səpti, Yeməndə Astara çay Səpti, Katex çay da Səpti.
Düzünce cevap Seybendi, Araz, Ağustos'a, Terter, Arpaça. Buranın akımı tenzimlenmişti. Üzerinde soğumaları var. Azerbaycan'ın şorslu gölleri Aznavur, Candar Göl, Şirinsuldi, Büyükşor, Şordu, Karagöl, Şirinsuldi, Büyükşor, Aznavur, Masazır, Binegedi bunlar şorslu göllerdi. Seybendinde Maral Göl, dağda Şirinsul Göl'de, Deybendinde Batabat, Nakşivan'da Şirinsul Göl'de, Tufan Göl, Hemçinin Yeybendinde Gölgöl, Şirinsul Göl'de. Bunlar hep cevapları. Düzgün cevap Büyükşor, Aznavur, Masazır, Binegedi. Cevap B. Kusarça ve Lənkərançanın su rejimlərindəki əsas fərq, su rejimindəki fərq onun qidasına anasıldı. Əsas qidalanma mənbələrinin fərqli olması A bəndi düzgün cavabdır. Qusarçay buzlaqla qidalandığına görə yayda bol su olur. Lənkərançay yağış sularla qidalandığına görə Lənkərançayda iqlim yay quraqçıya mülayim isti iqlimli yayın yağıntı ilə soyuq dövründə üçün Qusarçay yayda bol su olursa Lənkərançay qışda bol su olur. Səbəb qidalanma mənbələrinin fərqli olmasıdır. Cavab. Böyük ve Çiçek Kafkas'da çay şebkesi sıklığının düzeyliklere doğru azalmasının sebebi yamazların meyilliğinin çoxalması, meyilliği çoxalmır, meşhurtinin sıklığının artması mətləbə dəxli yoxdur. İqlim quraqlığı artdığına görə çay şebkesi sıklığı dağdan düzeyliğe doğru azalır. Kürçay'ın aşağı axarında yatağın en kesin sahəsi 580 kvadrat metr, çayın orta akım sürəsi 0,9 metr bölünsün saniye olarsa onun su sərfini hesablayın. Su sərfi çayın canlı yatağından 1 saniye keçən suyun miqdarına bərabərdir. Bu görə düstur belədir, Q bərabərdir, F vurulsun V'yə. F canlı yatağın sayəsidir, V'də suyun 1 saniyədəki sürətdir. İndi bu görə biz 580 vurmalıyıq 0,9'a. 580 0,9'a buram deyəcək. 522 kub metr bölünsün saniye. Bu cür yazırıq. Q bərabərdir, F burasının V'yi o da bərabərdir 580 kvadrat metr yatağın sayəsidir. Bunu vuruq suyun sürəti 0,9 metr bölünsün saniye. Bu da 522 kub metr bölünsün saniye. Cavab oldu 522 Sebendi. Qudyal çayın su toplayıcı hövzəsinin sahəsi 800 kvadrat kilometr, hövzədə olan çayların uzunluğu 400 kilometr olarsa, çay şəbkəsinin orta sıxlığını hesablayın. Kilometr bölünsün kilometr kvadratla. Deməli, çay şəbkəsinin sıxlığı bərabərdir. Ərazidə olan çayların uzunluqlarının cəmi ki, bu bizdə 400 kilometrdir. Bunu böləcək ərazinin sahəsinə, daha doğrusu hövzənin sahəsinə, yəni 800 kvadrat kilometrə. 400-800-də böləndə deyəcək 0,5 kilometr bölünsün kilometr kvadrat. 0,5 yəni bu cür yazırıq. Sıxlıq bərabərdir, uzunluq bölünsün F-ə, uzunluğu L ilə işarət edirik. 400 km bölü 800 km kvadratda olacaq 0,5 km bölü kilometr kvadrat. Mənası bu ki, 1 kvadrat kilometr sahədə 0,5 km uzunluğunda çay var ki, bu da ərazinin quraq olduğu, çay şəbəkəsinin seyrək olduğu mənasında gəlir. Ki, Qudyal çay kimi gərək belə verməyirlər. Sıxlığı gərək birdən böyük götürürlər. Düzgün cavab oldu 0,5 cavab B bəndi. Azərbaycan sərhəd çayları Xaçınçay Azərbaycanın daxilində sərhəddə deyil. Araz çayı Azərbaycanın İran'da sərhədindədir. Bunu götürəcək. Giran çayı Naxçıvan Azərbaycanın daxilindədir, sərhəddə deyil. Qanıq çayı Azərbaycanın Gürcüstan'da sərhədindədir. Bunu götürəcək. Qusar çayı Azərbaycanın daxilində götürməyəcək. Samur çayı Azərbaycan Rusiya sərhədindədir, götürəcək. Düzgün cavab oldu 2, 4, 6. Cavab C bəndi. Azərbaycan İranla dövlət sərhədi hansı çaylardan keçir? Köndürən çay Azərbaycanın daxilində sərhəd çayı deyil, Giran çay. Deməli, bu da Azərbaycanın daxilindədir, sərhəddə Araz çayı İranla sərhəddədir. Deməli, 3'ü götürdük. Lənkəran çay daxildədir, Astra çay yerində İranla sərhəddədir, götürəcək. Borqa çay da İranla sərhəddədir, bunu da götürəcək. Arpaçay Azərbaycanın Ermənistan sərhəddindən Azərbaycan arasına daxil olan çaydır. Düzgün cavab oldu 3, 5, 6 cavab oldu A bəndi. Kiçik Qafqaz dağ sistemində zirvə aşırım çayın müvafiqatçılığı müəyyəni. Dəli dağ Kiçik Qafqazda zirvə düzgündür. Aksu aşırımı Böyük Qafqazdadır, Kiçik Qafqazda deyil, cavab səhvdir. Qapıcı Kiçik Qafqazda zirvədir, düzgündür. Salavat aşırımı Böyük Qafqazdadır, cavab səhvdir. Tərtərdə var.
Camışdağ zirvədir. Zod aşırımı var. Kiçik Qafqazda. Şəmkirçay da Kiçik Qafqazdadır. O görə bu cavab düzgün cavabdır. Sevəndi. Şahdağ var. Biçenek aşırımı Naxçıvan'da birleşecek burada değil. Camışdağ buradadır. Salavat aşırımı Böyük Qafqazda cavab sevdi. Camışdağ Zod aşırımı Şəmkirçay cavab sevəndir. Kiçik Qafqaz daxilində zirvə volkan çayın müvaffaqatçılığı müəyyən. Qapıcıq Naxçıvanda Kiçik Qafqaza aiddir. Camışdağ vulkanı yoxdur. Qoşqar çay yeni Kiçik Qafqazda dağ sistemidir. Böyük işıqlı vulkandır, Həkər çaydır. Düzgün cavab B-məndir. Qoşqar deməli Murovdağdadır. Böyük işıqlı buradakı vulkandır. Həkərdə çaydır. Cavab B-məndir. Azərbaycan ərazisində Kür çayı üzərində ardıcıl olaraq su anbarlarının yerləşməsinin səbəbi çayın düşməsinin böyük olması, ixtisaslı kadrların bolluğunun mətləbə dəxli yoxdur. İxtisaslı kadrlar yenə də B-dən mətləbə dəxli yoxdur. Relyef şəraiti, çayın transit olmasında mətləbə dəxli yoxdur. Çayın qıç sulu olması, qıç sulu çay üzərində ardıcıl su anbarı tikilməz. Relyef şəraiti çayın bol su olması, azımda relyef buna imkan verir, həm də Kürdə kifayət qədər su var, illik axımı 18 kub kilometr. Bu o görə Kür çayı üzərində artı bir neçə bənd yaradır, su anbarlar yaradır. Düzgün cavab Y-bəndi. Qarabağ vulkanik ərazisində yerləşən göllər qrupu. Candar göl Azərbaycanın Gürcüstanla sərhəddədir. Hacıqabul Kür çayının sahilindədir. Tufan göl Kiçik Qafqazdakı, Böyük Qafqazda göldür, səhvdir. Böyük Alagöl Kiçik Qafqazda vulkanik ərazidadır. 4. Qanlı göl burada değil. Bu Naxçıvanda var Qanlı göl, Bakıda var Qanlı göl. Kiçik Alagöl buradadır. 6. Qaragöl buradadır. Ermənistanla sərhəddə. 7 düzgündür. Göygöl Qarabağ vulkanik ərazisidir. Murovdağdadır. Maral göldə yerində. Bu da Murovdağdadır. Düzgün cavab oldu 4, 6, 7. Cavab oldu D-bəndi. Araz çayından çekilmiş en mühim kanallar Baş Muğan Araz çayına çekilip, Baş bir Araz çayına çekilip, Əzbəyov adına kanal yenində Araz çayına çekilip azab düzgündür. B bəndində Baş Muğan Şirvan kanalı B bəndində səbti, C bəndində yenində Şirvan kanalı səbti, Samur Abşeronda səbti, D bəndində Qarabağ kanalı Mingəçevir su anbarına çekilip cavab səbti, Y bəndi yenində Qarabağ kanalı səbti, Samur Abşeron kanalı səbti. Düzgün cavab A bəndi. Mingəçevir su anbarına çekilmiş kanalların sularıyla suvarılan düzenekte Mingəçevir su anbarının yukarı Şirvan ve Qarabağ kanalları çekilip, bununla deməli Şirvan düzü suvarılacaq, bununla suvarılacaq Qarabağ düzü, həmçinin Mil düzü. Bu cavab axtaracaq. Muğan düzü səbti, Lənkəran səbti, Gəncəqazaq səbti, Mil düzü düzgündür, Muğan düzü səbti, Cənub-Şərqi Şirvanda səbti, Şollarda səbti, Qarabağ düzgündür, Mil düzü düzgündür, Şirvan düzü C bəndi düzgündür. Bunlar Mingəçevir su anbarına çəkilən kanalların suyu ilə suvarılır. Qarabağ düzü Qarabağ kanalının suyu ilə, Mil düzü yenə də Qarabağ kanalının suyu ilə, Şirvan düzü isə yuxarı Şirvan kanalının suyu ilə suvarılır. Düzgün cavab C bəndi. Kanallarda beton örtüyün olmaması nəticəsində torpaqların şoranlaşması artacaq. O görə ki, su tutacağı yerə bu da torpaqların şoranlaşmasını gətirib çıxaracaq. A bəndi düzgün cavabdır. Azərbaycanda olan su anbarlarının əsas funksiyalarını müəyyən duz hasilatı su anbarlarından duz çıxarılmır səhvdir. Çayın axımını tənzimləməsi əsas məqsədlərdən biridir. Elektrik istehsalı 3 əsas məqsədlərdən biridir. Onun əsas vəzifələrindən biridir. Şoranlaşmanı zəiflədir, şoranlaşmanı zəiflətmir. Suvarma əhəmiyyəti böyükdür, düzgündür. Torpaq qoyucu əhəmiyyəti yoxdur su anbarlarının. Düzgün cavab oldu 2, 3, 5 cavab oldu Y-dən. Böyük Qafqazın şimal-şərqi çaylarının yayda bol su olmasının səbəbi söhbət gedir Samur, Qusar, Qudyar, Qara, Bəlbələ bu çaylardan. Qidalanmada qar və yağış sularının üstün rol oynaması bu yayda bol suluğu izah eləmir. Mülayim iqlim quşağında yerləşməsinin mətləbə dəxli yoxdur. Dağ meşələrinin geniş yayılmasının mətləbə dəxli yoxdur.
yaxın istiqamətdə meyilin yüksək olması, bunun da mətləbə daxil yoxdur. Qidalanmada qar və buzlaqların üstün rol oynaması, buzlağın hesabına yayda bolsunun əsas şərtlərindən biri həm də qarın əriməsi. Düzgün cavab yevəndir. Ceyranbatan su anbarını qidalandıran əsas mənbə. Ceyranbatan su anbarı suyu əsas alır. Deməli, Samur-Abşeron kanalından. Düzgün cavab Samur-Abşeron kanalı cavab D-bəndi. Şirvan kanalı ve Qarabağ kanalı kanallarının başlandığı su anbarı. Bu iki kanal Şirvan kanalı, Qarabağ kanalı. Deməli, bunlar Mingəçevir su anbarından başlayır. Düzgün cavab B-bəndi. Araz çayının toplayıcı hövzəsinə aid olan su anbarı. Yəni Arazın üzərində yox, onun qollarının da üzərində ola bilər. Xanbulan çay, Lənkəran zonasındadır. Burada deyir Sərsəng. Deməli, bunu çay Tərtər çayının üzərindədir. Bu Tərtər çay Araz çayı hövzəsində, toplayıcı hövzəsində deyil, Kür çayı toplayıcı hövzəsindədir. Yenicə Dəmçinin Kür hövzəsindədir. Barbara Kür hövzəsindədir. Bunlar deməli, bunların Kürə gedirlər. Arpa çay, deməli, Arpa çayının üzərindədir. Naxçıvan Muxtar Respublikası arasında bu Araz çayının toplayıcı hövzəsinə aiddir. Yevən düzgündür. Azərbaycanda arteziyan sularının ən böyük ehtiyatları olan ərazi, hər tərəf dağlar əhatə olunduğu, hər tərəfdən dağlarla əhatə olunan Küraz ovalı arteziyan suyunun ən böyük ehtiyatına malikdir. Bizdə təxminən 5 kub kilometr ehtiyatı var. Bunun da 1-2 kub kilometrindən istifadə edirik. Düzgün cavab A bəndi. Talış dağlar çaylarının qidalandığı əsas mənbələr buzlaq A bəndində, səbti buzlaq yoxdur orada. B bəndə qar yerində orada yoxdur. Yeraltı C bəndə yeraltı buzlaq suları səbti, qar buzlaq suları səbti. Araz çayı, Talış dağlar çayları əsas qidalanır yağışlar, bir də yeraltı suyu. Düzgün cavab Y bəndi. Tərtər və Kər çaylarının mənbələri yerləşir. Bunların hər ikisinin mənbəyi Qarabağ vulkan yaylasındadır. Cavab A bəndi. Azərbaycan arasında arası tökülən çaylar. Vilaş çay Lənkəran zonasındadır. Xaçın çay Kürə tökülür. Ordubad çay düzgün idi. A bəndi səbti. B bəndində Girdiman çay Şirvan düzündədir. Arpa çay düzgündür. Əyri çay, Qanıxay çay çökəkliyində cavab səbti. C bəndə Zəyəm çay Arazda tökülmür, Kürə tökülür. Həkəri Kürə Arazda tökülür. Naxçıvan çay düzgün idi. Zəyəm çayı görə səbti. Ox çay, Arpa çay, Həkər çay. Bunlar hamısı üçü də Arazın qorulardır. Giran çay var, Ordubad çay var, Arpa çay burada var. Başqa çox çay var. Düzgün cavab Ox çay, Arpa çay, Həkər çay. Cavab D bəndi. Y bəndində Astara çay, Astara rayonundadır. Burada deyil. Düzgün cavab D bəndi. Daimi buzlaqların yaranmadığı dağ zirvələri A-da, Şahdağda var, Tufandağda var, Bazargündə var. Cavab səbti. B-də Şahdağda var, Tufandağda var. Düzgün burada təkcə Dübrar idi. C-də Kömürgöy, Dübrar. Bunlarda yoxdur. Bazargündə var. Cavab səbti. D-də Tufandağda var, Qapıçıqda var, Şahdağda var. Cavab səbti. Böyük Kir, Dəridağ, Kəpəz bunların heç birində dağ buzlağı yoxdur. O görə də Yeməndə düzgün cavabdır. Tərtər çayının üzərində yerləşən su anbarı, Tərtər çayı üzərində 2 dənə su anbarı var. Bunun böyücü Tərtər Sərsəng su anbarıdır. Digər də Suqovuşan su anbarı. Cavab A bəndindədir. Suqovuşan. Kür çökəkliyi tektonik zonasında yerləşən gölləri müəyyən edin. Candar göl Kür çökəkliyi tektonik zonasındadır. 1. Batabat Naxçıvandadır. Acnohur deməli Kür tektonik çökəkliyi tektonik zonasındadır. 3 düzgündür. Ağzı bir çala Şabran rayonundadır. Burada deyir Xəzərlərin sahillərindədir. Hacqabul Kür çökəyindədir. Düzgündür. Masazır da Abşerondadır. Burada deyil. Düzgün cavab oldu 1, 3, 5. 50'ye qədərin təhlilini burada verdim. 51'dən 100'ə qədər növbəti hissədə olacaq inşallah.